Keçən videoda biz pass parametrləri gördük. İndi isə gəlin query parametrləri görək. Nədir bu query parametrlər? Ondan danışacağam. Kopyaladım, kəsirəm. Tutorials içərisində video biraz da böyüdürəm ekranı. Video 2.python faylımın içərisinə atıram bunu. İndi gəlib indeksdə yazıram ki, buranı da biraz kiçildirəm. Burada Fast API-dən import edirəm Fast API və bir dənə app yaradıram. Adı olsun app. Burada da app kimi istifadə edəcəm. Burada isə age əvəzinə deyirəm ki, users. Deməli, users nə görə yazdım? Base URL belə olur. 127 0 0 1 2.8000 portu və bunun sonunda bir dənə slash users gələcək. Bu URL gələndə bu index funksiyam olmasın. Bunun adı users olsun. Users funksiyam olsun. Bu da heç bir parametr almasın və return eləsin nəyi? Mən burada bir neçə dənə userim olsun. Gəlib deyirəm ki, users dictionary bərabərdir ya da ki users list deyək bərabərdir. Burada bir dənə userim olsun. Məsələn, name'i Müşfiq, age 23, daha sonra ID də 1 olsun. Bundan bir neçə dənəsini kopyalayacağam. Burada ID 2 olsun. Bura Eyvaz yazıram. Burada 22 yazıram. Burada isə ID 3 olsun. Natiq olsun. Yaşada 19 yazıram. Belə bir users listim var və deyirəm ki, bu URL-ə gəldikdə, yəni URL-in sonunda users olanda bu funksiya çalışsın və return eləsin nəyi? Yuxarıdakı users listi. Belə bir şey yazdım və terminal açıram. Yazıram uvicorn index app, daha sonra reload. Enter vururam. Proqram işə düşür. Pretty print vurub biraz böyüdürəm. Baxın, detail not found gəldi. Detail not found. Nəyə görə? Çünki mən burada users yazmalıyam. Enter vururam. Baxın, bu şəkildə pretty print vururam. Bu şəkildə mənə JSON data gəlir. Tamam, bura qədər hər şey əla. Yaxşı, mən istəyirəm burada sadəcə ID-si 1 olanı gətirim. O zaman gəlib burada users sual işarəsi qoyub deyirəm ki, ID bərabərdir 1. Enter vursam, baxın, yenə işləyir, amma hər birini gətirir. O zaman mən nə etməliyəm? Funksiyamda bu ID-ni götürməliyəm. Eləmi? Yəni baxın, burada get sorğusunun sonunda bax query parametrlərdən istifadə etdim. Query parametrlərdən istifadə edəndə URL-in sonuna sual işarəsi qoyursan və daha sonra burada key yazırsan, yəni ID, burada da dəyəri yazırsan value. İndi gəlib bu ID-ni necə götürə bilərəm? Buranı biraz kiçildirəm. Gəlib deyirəm ki, user-ə ID gələ bilər. Tamam mı? Və integer olacaq. Bu dəqiqdir. Yəni mən deyirəm ki, ID gələcək və integer olacaq. Mən də deyirəm ki, əgər ID varsa, o zaman mən nə etməliyəm? Users listin içərisindən ID-si 1 olanı tapmalıyam, düzdürmü? For user in users, usersdən deyirəm bir-bir elementləri al, daha sonra yoxla. Deyirəm ki, əgər user.get, userin ID-si bərabər olarsa mənə gələn bu ID-yə, o zaman return elə həmin bu useri. Vəssalam. Burada refresh atıram. Server xətası alındı. Nəyə görə? Nəyə görə? Deyir ki, type error. Function object is not iterable. Söhbət nədən gedir? Burada usersi function kimi istifadə etmişəm. Gəl burada user list deyirəm. Users list deyirəm. Refresh atıram. Baxın, ID-si 1, name'i Müşfiq, age 23. Yaxşı, mən bura ID-ni göndərməsəm necə olacaq? Baxın, detail belə bir xəta aldım. Nəyə görə xəta aldım? Çünki mən burada dedim ki, ID-ni göndərmək məcburidir. Yaxşı, mən bunu istəyirəm ki, yəni göndərsə ID-yə, məsələn, ID bərabərdir 1 göndərsə, 1 nömrəli datanı göndərim, ID-si 1 olanı. Amma göndərməsə də bütün useri göndərim. Bunu istəyirəm. O zaman gəlib burada deyirəm ki, from typing-dən import elə optional-ı. Optional olsun da, yəni istəsə göndərsin, istəsə göndərməsin. Və burada integer əvəzinə yazıram ki, optional, yəni istəyə bağlıdır və göndərsə də integer olmalıdır. Əgər göndərməsə, bərabər olsun nana. O zaman bura düşməyəcək nan olsa. Gələcək, return eləyəcək user listi. Əgər ID varsa, nan deyilsə, bu users listin içərisindən useri bir-bir alacaq və user.get-lə, user bir dictionary olduğu üçün, yəni bu bir dictionary-dir. Bunun içərisindən ID-ni götürəcək, bərabərdirsə ID-yə return eləyəcək useri. Və əgər for döngüsü bitsə və belə bir user tapmasa, o zaman return eləyirəm not found. Belə bir data return eləyəcəm və indi gəlib yoxlasam, baxın, usersdə 3 dənə userim var. Gəlib bunun sonunda ID bərabərdir 1 yazsam, baxın, bu şəkildə useri qaytaracaq. Mən burada ID bərabərdir 3 yazsam, ID-si 3 olanı qaytaracaq. Mən burada ID 6 yazsam, enter vursam, not found yazacaq. Mən burada string yazsam, enter vursam, bir xəta verəcək. Yəni bu şəkildə
ID-ni ala bilərik. Bəs yaxşı, mən deyirəm ki, həm ID gəlsin, həm də age gələ bilər də. Bunu bu şəkildə də yaza bilərəm. Deyirəm age string, daha doğrusu integer olmalıdır. Ya da yazmasa none olsun. Amma default olaraq none olsun. Baxın, belə bir şey dedim. Dedim ki, age ya integer ola bilər, ya da none. Əgər yazmasa, heç bir parametr göndərməsə none olsun. Göndərsə integer olacaq. Yəni ID varsa, gedəcək nə edəcək? Users listin içərisindən bu dictionary listin içərisindən hansının, bu dictionarylərdən hansının ID-si mənim göndərdiyim ID-yə bərabər olsa, onu qaytaracaq. Mən deyirəm ki, əgər ID və age varsa, hər ikisi gəlibsə, o zaman nə etməliyəm? Deyirəm ki, bir dənə new users listi yaradıram. Çünki bir neçə dənə ola bilər axı. Və burada gəlib bir dənə for döngüsü qururam. Deyirəm, əgər, daha doğrusu for user in users, daha doğrusu users yox, users list. Bunun içərisindən deyirəm user 1 al. Burada yazıram, əgər user.get id bərabər olarsa id-yə, o zaman nə etsin? New users.append elə useri. Və yaxud elif user.get, daha doğrusu elif yazmıram. Yazıram, əgər user.get, burada da yazıram age bərabər olarsa age-ə, o zaman new users.appended nəyi? Useri. Bunu da eyni sətirdə yazsaq, bu şəkildə. Bu zamanda bu for döngüsü bitəndən sonra return eləsin new users-i. Əgər tapılmasa boş bir list qaytaracaq. Bəs yaxşı, burada da yazdım ki, bura okeydir. ID və age varsa, burada da ID-ni yazdım. Bəs təkcə age gəlsə, o zaman bundan birini də kopyalayıb alt sətrə yapışdırıram. Deyirəm, əgər age varsa, o zaman age-ə uyğun axtarış eləməliyəm və age-ə uyğun tapdığını qaytarmalıyam. Gəl burada deyirəm ki, ID bərabərdir 1 olanı qaytar. Okey, 1-i qaytarır. Deyirəm ID bərabərdir 3 olanı qaytar, qaytarır. Deyirəm age bərabərdir 23 olanı qaytar, qaytarır. Yaxşı, deyirəm age bərabərdir 23 olanı və ID bərabərdir 2 olanı qaytar. Bu şəkildə bu datanı qaytaracaq. Ümid edirəm ki, bura qədər hər şey əladır. Bu video bu qədər olsun. Növbəti videoda görüşənədək.